Herkese salam. İyul ayının gəlməsinə artıq sayılı günlər qaldı və bu yay ortası həyatımızın sükanını əlimizə almaq üçün mükəmməl bir dövr olacaq. Bir kənara qoyuruq. Hər bir bürcün sevgidən karyeraya, puldan sağlamlığa qədər iyulda nə yaşayacağını bu videoda öyrənəcəksiniz. Hazırsınızsa vaxt itirmədən ilk bürcümüzlə başlayırıq. Qoç. İyul 2026 il Qoç bürcləri üçün sanki bir sınaq və eyni zamanda böyük bir sıçrayış dövrüdür. Yay ortasının bu enerjili ayında Mars'ın size verdiği o alovlu dinamika biraz daha strateji düşünmeyi tələb edəcək. Həmişəki kimi mən gəldim, gördüm, fəth etdim demək istəyəcəksiniz, amma kainat bu dəfə sizdən biraz səbirli olmağı xahiş edir. Həyatınızın fərqli sahələrində tarazlıq qurmaq, tələsmədən hərəkət etmək bu ayın əsas şifrəsidir. Gəlin, iyul ayının sizə nələr gətirəcəyinə sahələr üzrə daha dərindən baxaq. İyul ayında sevgi həyatınız kifayət qədər qaynar keçəcək, amma bu qaynarlıq bəzən kiçik qığılcımlardan böyük yanğınlar çıxara bilər. Əgər uzun müddətli bir münasibətiniz varsa, tərəfdaşınızla aranızda kimin sözü keçəcək davası baş qaldıra bilər. Qoç bürcünün təbii liderlik istəyi münasibətdə basqınlığa çevriləndə qarşı tərəfin geri çəkilməsinə və ya üsyan etməsinə səbəb olur. Ayın ilk yarısında hisslərinizi ifadə edərkən diktə edici deyil, daha çox anlayan tərəf olmağa çalışın. Subay qoçlar üçün isə iyul ayı sürprizlərlə doludur. Xüsusilə dost məclislərində və ya yay səyahətlərində ağlınızı başınızdan alacaq biri ilə qarşılaşa bilərsiniz. Bu insan ilk baxışda sizin tam əksiniz kimi görünə bilər, amma unutmayın ki, bəzən ziddiyyətlər ən güclü cazibəni yaradır. Yeni bir münasibətə başlayarkən keçmişin travmalarını və qorxularını bu insanın üzərinə proyeksiya etməməyə diqqət edin. Hisslərinizi zamana buraxmaq və qarşı tərəfi həqiqətən tanımaq üçün özünüzə şans vermək ən doğrusu olacaq. İş həyatında tempiniz olduqca yüksəkdir. İyul ayında iş yerində rəhbərliyin diqqətini çəkmək və özünüzü sübut etmək üçün əla fürsətlər yaranacaq. Lakin enerjinizin çox olması bəzən kollektiv daxilində aqressiv görünməyinizə səbəb ola bilər. Kollegalarınızla ünsiyyətdə qırıcı olmamağa, ortaq layihələrdə komanda ruhuna uyğun hərəkət etməyə çalışın. Fərdi uğur qazanmaq istəyiniz təqdirə layiqdir, amma bu ay tək başına deyil, komanda ilə qazanılan uğurlar sizə daha çox nüfuz gətirəcək. Ayın ortalarına doğru yeni tərəfdaşlıqlar və ya yeni iş təklifləri gündəmə gələ bilər. Əgər öz işinizi qurmaq və ya mövcud biznesinizi böyütmək istəyirsinizsə, iyulun 15-dən sonrası bunun üçün çox münbit dövrdür. Müqavilələri imzalayarkən hüquqi detallara xüsusi diqqət yetirin, alt mətnləri yaxşı oxuyun. Tələsik qərarlar sonradan baş ağrısı yarada bilər. Təcrübəli insanlardan məsləhət almaqdan çəkinməyin. Maliyyə baxımından iyul ayı bir növ gələn bərəkətli, gedən sürətli periodudur. Bəli, pul axınında ciddi bir problem görünmür, hətta gözlənilməz yerlərdən, köhnə borclardan və ya əlavə işlərdən gəlir əldə edə bilərsiniz. Lakin Qoç bürcünün o məşhur impulsiv alış-veriş istəyi bu ay pik həddə çata bilər. Bunu bəyəndim, dərhal almalıyam düşüncəsi ayın sonunda büdcənizdə ciddi deşiklər aça bilər. Xüsusilə lüks əşyalara, yay tətili üçün planlaşdırılmamış bahalı əyləncələrə xərclənən pullar sizi çətinə sala bilər. İyul ayında investisiya etmək niyyətiniz varsa, riskli və qumar xarakterli sahələrdən, məsələn, kriptovalyuta bazarında təhlil olunmamış riskli addımlar və uzaq durun. Uzun müddətli və zəmanətli daşınmaz əmlak və ya qızıl kimi sahələrə yönəlmək maliyyə gələcəyinizi qorumaq üçün daha ağlabatandır. Bu ay fiziki enerjiniz kifayət qədər yüksək olacaq, lakin bu enerjini haraya xərclədiyiniz çox önəmlidir. Yüksək iş tempi və emosional dalğalanmalar ayın sonuna doğru sinir sisteminizi gərə bilər. Baş ağrıları, migren tutmaları və ya yuxusuzluq bu gərginliyin ilkin siqnalları olacaq. Özünüzə dincəlmək üçün vaxt ayırın, yuxu rejiminizi pozmamağa çalışın. Yay aylarının istisini nəzərə alaraq günvurma və susuzlaşma risklərinə qarşı diqqətli olun. Gün ərzində qəbul etdiyiniz suyun miqdarını artırın. İdmanla məşğul olarkən həddindən artıq ağır yüklənmələrdən qaçın, çünki bu ay oynaq və əzələ zədələnmələrinə meyillilik var. Yoga, meditasiya və ya sadəcə axşamüstü dəniz kənarında edilən sakit yürüşlər daxili balansınızı bərpa etmək üçün ən yaxşı dərmandır. Buğa. İyul 2026 il Buğa bürcləri üçün bir növ gözlə və strateji mövqe seçimi dövrüdür. Kainat sizdən həyatınızın bir çox sahəsində köklü, amma tələsmədən addımlar atmağınızı istəyir. Təbiətən sabitliyi, rahatlığı və zəmanətli addımları sevdiyiniz üçün bu ay bəzi gözlənilməz yeniliklər sizi biraz gərə bilər. Lakin daxili gücünüzü və soyuqqanlılığınızı qorusanız, iyul ayı sizin üçün çox məhsuldar və gələcəyə yönəlmiş möhkəm təməllərin atıldığı bir period olacaq.
Gəlin bu ayın gətirəcəyi təsirləri detallı şəkildə təhlil edək. İyul ayında sevgi həyatınızda əsas mövzu güvən və aidiyyət olacaq. Əgər oturuşmuş bir münasibətiniz və ya evliliyiniz varsa, partnyorunuzla gələcək planlar barədə ciddi söhbətlər edə bilərsiniz. Bu ay boğa bürclərinin inadkar tərəfi biraz qabaracaq. Münasibətdə hər şeyin yalnız sizin istədiyiniz qaydalarla getməsini tələb etmək tərəfdaşınızda yorğunluq yarada bilər. Ortaq məxrəcə gəlməyi, bəzi xırda məsələlərdə güzəştə getməyi sınaqdan keçirməlisiniz. Ayın ortalarında keçmişdən qalan və tam həll olunmamış bəzi incikliklər yenidən gündəmə gələ bilər. Bunları dava ilə deyil, sakit və məntiqli söhbətlərlə tamamilə qapatmaq ən doğrusudur. Subay olan boğa bürcləri üçün iyul ayı daxili dünyalarını anlayan, onlara həm zehni, həm də mənəvi rahatlıq verəcək bir insanın gəlişindən xəbər verir. Bu insanla tanışlıq böyük ehtimalla iş mühitində, bir təlimdə və ya intellektual bir məkanda baş verə bilər. İlk baxışdan böyük bir ehtiras hiss etməsəniz də, zaman keçdikcə bu insanın dürüstlüyü və sabitliyi sizi cəlb edəcək. Tələsməyin, münasibətin təbii axarında inkişaf etməsinə icazə verin. İş həyatınızda iyul ayı biraz toz dumanlı başlaya bilər. İş yerində rəhbərlik dəyişikliyi, şöbələrin yerdişməsi və ya öhdəliklərinizin yenilənməsi kimi durumlar yarana bilər. Bu dəyişikliklər ilk baxışda rahatlığınızı pozduğu üçün xoşunuza gəlməyə bilər, lakin uzun müddətli perspektivdə sizin xeyrinizə işləyəcək. Yeni şəraitə adaptasiya olmaq qabiliyyətinizi nümayiş etdirməlisiniz. Əgər öz biznesiniz varsa və ya freelance çalışırsınızsa, iyul ayının ikinci yarısı yeni müştərilər və ya xarici tərəfdaşlarla əlaqələr qurmaq üçün mükəmməldir. Təkliflərinizi təqdim edərkən vizual və keyfiyyət tərəfinə üstünlük verin, çünki bu ay peşəkarlığınız insanları heyran edəcək. Həmçinin rəqiblərinizin gizli gedişlərinə qarşı oyaq olun, planlarınızı və növbəti addımlarınızı hələ tam reallaşdırmadan heç kimlə bölüşməyin. Maliyyə mövzusunda boğa bürcləri bu ay özlərini hər zamankindən daha zəmanətdə hiss etmək istəyəcəklər. Büdcəniz stabildir, hətta keçmiş fəaliyyətlərinizdən və ya müəyyən layihələrdən əlavə qazanclar əldə edə bilərsiniz. Lakin bu ay böyük və plansız xərclərdən yayınmaq mütləqdir. Evinizin təmiri, dekorasiyası və ya lüks ehtiyaclar üçün böyük məbləğlər xərcləmək istəyiniz yarana bilər, amma bu xərcləri biraz təxirə salmaq daxili rahatlığınız üçün daha yaxşıdır. İnvestisiya baxımından iyul ayı uzun müddətli addımlar üçün əlverişlidir. Torpaq, daşınmaz əmlak və ya gələcəyi parlaq olan stabil sahələrə vəsait yatırmaq barədə düşünə bilərsiniz. Borc vermək və ya kiməsə maliyyə məsələsində zamin durmaq üçün heç də uyğun bir ay deyil. Yaxın dostunuz olsa belə, bu məsələlərdə məsafə saxlamanız sonradan münasibətlərinizin pozulmasının qarşısını alacaq. Sağlamlıq sahəsində iyul ayında bədəninizin sizə verdiyi siqnalları görməzdən gəlməməlisiniz. Xüsusilə boğaz, boyun və çiyin nahiyələrində gərginliklər və ağrılar yarana bilər. Oturaq iş rejimindəsinizsə, duruşunuza diqqət yetirin və gün ərzində xırda bədən məşqləri edin. Həmçinin, həzm sisteminiz bu ay biraz həssas ola bilər. Ağır, yağlı və fast food tipli qidalardan uzaq durmaq, mövsümi tərəvəzlərə və yüngül qidalanmaya keçmək enerjinizi xeyli yüksəldəcək. Mental olaraq, zehninizi lazımsız informasiya zibilindən təmizləmək üçün yaxşı bir vaxtdır. Rəqəmsal detoks etmək, yəni sosial şəbəkələrdən və telefondan müəyyən saatlarda uzaq durmaq, yuxu keyfiyyətinizi bərpa etməyə kömək edəcək. Təbiətdə, yaşıl məkanlarda keçirəcəyiniz bir neçə saat daxili batareyanızı tam doldurmaq üçün kifayətdir. Əkizlər. İyul 2026-cı il əkizlər bürcləri üçün tam mənası ilə bir ünsiyyət, hərəkət və zehni fırtına dövrüdür. İdarəçi planetiniz olan Merkuri bu ay sizin sosial sahələrinizi və zehni potensialınızı maksimum dərəcədə aktivləşdirir. Həyat sanki sürət qatarına minib və siz hər stansiyada yeni bir təcrübə, yeni bir insan və yeni bir ideya ilə qarşılaşırsınız. Eyni anda bir neçə işi görmək qabiliyyətiniz bu ay ən böyük silahınız olacaq, lakin diqqətinizi yayındırmamaq və enerjinizi boşa xərcləməmək şərtilə. Gəlin, iyul ayının gətirəcəyi bu dinamik təsirlərə fərqli sahələr üzrə baxaq. İyul ayında əkizlər bürclərinin sevgi həyatında sözlərin gücü ön plana çıxır. Sizin üçün fiziki cazibədən daha çox, zehni uyğunluq və maraqlı söhbətlər əhəmiyyət qazanacaq. Əgər subaysınızsa, bu ay flört baxımından inanılmaz dərəcədə şanslısınız. Sosial şəbəkələrdə, qatıldığınız tədbirlərdə və ya səyahətlərdə yumor hissi yüksək, intellektual və dünya görüşü geniş olan biri ilə yollarınız kəsişə bilər. Bu insanla saatlarla danışmaqdan yorulmayacaqsınız. Lakin əkizlərin o məşhur tez darıxan tərəfi iyulda da özünü göstərə bilər. Qərar verməkdə tələsməyin və hisslərinizin sadəcə keçici bir maraq olub olmadığını anlamaq üçün özünüzə vaxt tanıyın.
Münasibəti və ya evliliyi olan əkslər üçün isə bu ay partnyorları ilə birlikdə yeni fəaliyyətlərə başlamaq üçün əla fürsətdir. Birlikdə qısa tətillərə çıxmaq, maraqlı kurslara yazılmaq və ya sadəcə gələcək planlar haqqında uzun-uzadı müzakirələr etmək aranızdakı bağı yenidən canlandıracaq. Diqqət yetirməli olduğunuz yeganə məqam, bəzən partnyorunuzu dinləmədən sadəcə öz fikirlərinizi diktə etmək meyliyinizdir. Qarşı tərəfə də özünü ifadə etmək üçün sahə tanıyın. Karyera sahəsində iyul ayı sizin layihələrinizi parlatmaq üçün ən doğru zamandır. Zehniniz o qədər sürətli işləyir ki, böhrandan çıxış yolları tapmaq və ya orijinal ideyalar istehsal etmək mövzusunda iş yerində hamını qabaqlayacaqsınız. Xüsusilə marketinq, satış, media, yazı və ya edə sahəsində çalışan əkslər bürcləri üçün bu ay böyük uğurlar və tanınma gətirə bilər. Vacib işgüzar görüşlər, təqdimatlar və müqavilələr üçün iyulun ilk 20 günü olduqca bərəkətlidir. Eyni zamanda bu ay yeni insanlarla tanış olmaq, networking, gələcək karyeranız üçün böyük qapılar aça bilər. Keçmişdə başladığınız, lakin yarımçıq qalan bəzi layihələri yenidən gündəmə gətirib tamamlamaq üçün də uyğun dövrdür. Lakin hər şeyə eyni anda qaçmaq istəyi işlərin keyfiyyətinə təsir edə bilər. Fokuslanın, işlərinizi prioritet sırasına görə düzün və bir işi tam bitirmədən digərinə keçməyin. İş yoldaşları ilə şayiələrdən və intriqalardan uzaq durmaq da nüfuzunuzu qorumaq baxımından vacibdir. Maliyyə baxımından iyul ayı olduqca hərəkətlidir. Bir tərəfdən intellektual əməyiniz, layihələriniz və ya əlavə frilans işləriniz sayəsində büdcənizə gözəl gəlirlər daxil olacaq. Digər tərəfdən isə pul gəldiyi kimi getməyə də meyillidir. Yeni texnoloji gadgetlər, kitablar, təlimlər və ya plansız dost məclisləri bu ay cibinizi biraz boşalda bilər. Əkslər bürcləri bəzən gələcəyi düşünmədən anlıq həzlər üçün xərcləməyi sevirlər. İyul ayında bu xüsusiyyətinizi biraz cilovlamalısınız. Müəyyən bir məbləği kənara qoymaq və ya qısa müddətli yığımlar etmək ayın sonunda sizi rahatladacaq. Əgər investisiya etmək planınız varsa, tam bilmədiyiniz, sadəcə qulaqdan dolma məlumatlarla idarə olunan riskli sahələrə pul yatırmayın. Əksinə, öz bilik və bacarıqlarınızı artıran təhsil layihələrinə pul xərcləmək gələcəkdə sizə daha böyük maddi qazanc olaraq geri dönəcək. Bu ay fiziki enerjiniz yerində olsa da, ən böyük düşməniniz zehni yorğunluq və daxili gərginlik ola bilər. Beyniniz dayanmadan işlədiyi üçün gecələr yuxuya getməkdə çətinlik çəkə bilərsiniz. Yuxusuzluq isə gün ərzində diqqət dağınıqlığına və əsəbiliyə yol açar. Yuxudan əvvəl rəqəmsal ekranlardan uzaq durmaq, bitki çayları içmək və ya sakitləşdirici musiqilər dinləmək sizə çox yaxşı təsir edəcək. Aktiv yay mövsümü olduğu üçün tənəffüs yolları və allergiya mövzularında da diqqətli olmalısınız. Kondisionerli otaqlardan birbaşa isti havaya çıxmaq immunitetinizi zəiflədə bilər. Həmçinin bu ay əl, qol və çiyin nahiyələrinizi travmalardan qoruyun, çünki əkslər bürcləri üçün bu zonalar iyulda daha həssasdır. Açıq havada yürüyüşlər etmək, velosiped sürmək və ya dostlarla təbiət qoynunda vaxt keçirmək həm ruhunuzu, həm də bədəninizi gəncləşdirəcək. Xərçəng. İyul 2026-cı il xərçəng bürcləri üçün tam mənası ilə bir dirçəliş, özünə qayıdış və parlama dövrüdür. Çünki bu ay günəş sizin bürcünüzdə bərq vurur və ad günlərinizi qeyd etdiyiniz bu özəl dönəmdə kainatın bütün müsbət enerjiləri sizin tərəfinizdə olacaq. Son aylarda bəlkə də özünüzü kənara çəkilmiş, emosional olaraq yorulmuş və ya qeyri-müəyyənliklər içində boğulmuş kimi hiss edirdiniz. İndi isə o qoruyucu qınından çıxmaq və həyata mən də buradayam demək vaxtıdır. İyul ayı sizə həm şəxsi, həm də sosial həyatınızda itirdiyiniz özünə inamı geri qaytaracaq. Gəlin bu bərəkətli ayın gətirəcəyi təsirləri fərqli sahələr üzrə ətraflı şəkildə təhlil edək. İyul ayında xərçəng bürclərinin üzərində sanki görünməz bir işıq var, auranız o qədər güclüdür ki, ətrafınızdakı insanların diqqətini çəkmək üçün xüsusi bir səy göstərməyinizə ehtiyac qalmayacaq. Əgər subaysınızsa, bu ay həyatınıza daxil olacaq insan keçici bir flört yox, gələcək vəd edən, emosional ehtiyaclarınızı tam mənası ilə qarşılayan biri ola bilər. Keçmişdə ürəyinizi qıran hekayələri tamamilə unuda biləcəyiniz, sizə həqiqi dəyəri hiss etdirəcək yeni bir səhifə açılır. İyulun ortalarında baş verəcək təsadüfi bir qarşılaşma və ya köhnə bir dostluğun gözlənilmədən sevgiyə çevrilməsi tamamilə mümkündür. Münasibəti və ya evliliyi olan xərçənglər üçün isə bu ay romantikanın pik həddə çatacağı bir dövrdür. Partnyorunuzla aranızdakı bağlar daha da dərinləşir. Uzun zamandır yığılıb qalan rəsmiləşmə, evlilik qərarı və ya ailəni böyütmək, övlad sahibi olmaq kimi mövzular bu ay ciddi şəkildə masaya yatırıla bilər. Yeganə diqqət etməli olduğunuz məqam, həddindən artıq həssaslıq və hər sözün altında pis bir mənə axtarmaq meyilliyinizdir.
Qarşı tərəfin bəzi anlıq reaksiyalarını şəxsiləşdirmədən, hisslərinizi açıq və küsmədən ifadə etməyi sınamalısınız. İş həyatınızda parlaq bir dövr başlayır. İyul ayında idarəçilərinizin, müştərilərinizin və ya tərəfdaşlarınızın gözündə nüfuzunuz sürətlə artacaq. İntuisiyanızın çox güclü olduğu bu ayda layihələrin hansı istiqamətdə uğur qazanacağını öncədən hiss edib düzgün addımlar atacaqsınız. Əgər uzun zamandır vəzifədə yüksəlmək, maaş artımı və ya daha yaxşı şərtlərlə yeni bir işə keçmək istəyirdinizsə, iyul ayı bu fürsətləri önünüzə gətirəcək. Yaradıcılıq, psixologiya, xidmət sektoru və ya idarə etmə sahəsində çalışan xərçənglər üçün bu ay xüsusilə məhsuldar keçəcək. İş mühitində rəqabətdən qorxmayın, sizin səmimiyyətiniz və işinizə olan sadiqliyiniz sizi onsuz da hamıdan bir addım öndə tutacaq. Bununla belə, ayın sonuna doğru üzərinizə həddindən artıq məsuliyyət götürmək sizi fiziki olaraq yora bilər. İşləri nümayəndə heyətinə bölüşdürməyi, delegasyon öyrənməli və hər kəsin problemini tək başına həll etməyə çalışmamalısınız. Maliyyə baxımından iyul ayı sizin üçün olduqca bərəkətli gəlir. Günəşin bürcünüzdəki hərəkəti sizə yeni qazanc qapıları aça bilər. Keçmişdə etdiyiniz yatırımların bəhrəsini görmək, gözlənilməz mükafatlar və ya ailə tərəfindən gələcək maddi dəstəklər büdcənizi xeyli rahatladacaq. Özünüzə olan inamınız artdıqca, layiq olduğunuz maddi dəyəri tələb etməkdən də çəkinməyəcəksiniz. Bu ay xərcləriniz daha çox şəxsi inkişafınız, xarici görünüşünüzün yenilənməsi, qarderob dəyişikliyi, baxım prosedurları və ya sevdiyiniz insanlara hədiyyələr almaq üzərinə olacaq. Bu xərclər sizi çətinə salmayacaq, çünki daxil olan pul axını balans yaradır. Yenə də ayın ikinci yarısında emosional vəziyyətinizə görə özümü pis hiss edirəm, gəlin alış-veriş edim düşüncəsi ilə lüzumsuz şeylərə böyük məbləğlər ödəməməyə diqqət edin. Gələcək layihələriniz üçün kiçik də olsa bir fon ayırmaq növbəti aylarda əlinizi daha da gücləndirəcək. İyul ayında fiziki sağlamlığınız və energetikanız kifayət qədər yüksək səviyyədə olacaq. Özünüzü daha gümrah, gənc və həvəsli hiss edəcəksiniz. Uzun zamandır sizi narahat edən xroniki ağrılar və ya halsızlıq bu ay geridə qalır. Lakin bir su bürcü olaraq sizin fiziki sağlamlığınız birbaşa emosional vəziyyətinizlə bağlıdır. Əgər daxili dünyanızda hüzur tapmasanız, bu həzm sisteminizdə və ya məmənizdə gastrit, spazmlar özünü göstərə bilər. Bu ay bədəninizi su ilə yeniləmək sizə çox yaxşı təsir edəcək. Tez-tez dəniz kənarına getmək, üzmək və ya sadəcə duş qəbul edərək günün gərginliyini üzərinizdən atmaq daxili balansınızı qoruyacaq. Qidalanma rejiminizdə isə xüsusilə yay mövsümünün gətirdiyi allergen qidalara və soyuq içkilərə qarşı biraz diqqətli olmanızda fayda var. Ruhunuzu bəsləyən hobbilərə zaman ayırmaq bu ay sizin üçün ən yaxşı profilaktik müalicə olacaq. Şir. İyul 2026-cı il şir bürcləri üçün pərdəarxası hazırlıqların, daxili bir təftişin və ayın sonuna doğru isə möhtəşəm bir səhnəyə çıxışın xəbərçisidir. Ayın böyük hissəsində Günəş sizin 12-ci evinizdə, yəni gizli, daxili dünyanızda hərəkət edəcək. Bu isə o deməkdir ki, iyulun ilk 20 günündə həmişəki o hayküylü, diqqət mərkəzində olan şir profilindən biraz uzaqlaşıb, enerjinizi toplamaq və planlarınızı gizli saxlamaq istəyəcəksiniz. Narahat olmayın, bu bir geriləmə deyil, sadəcə iyulun 23-dən sonra, Günəş sizin bürcünüzə keçəndə başlayacaq o böyük partlayış üçün güc toplama mərhələsidir. Gəlin bu maraqlı ayın gətirəcəyi təsirlərə fərqli sahələr üzrə baxaq. İyul ayının ilk yarısında sevgi həyatınızda biraz dumanlı və sirli hava hökm sürə bilər. Subay şir bürcləri üçün bu ay platonik sevgilər, gizli heyranlıqlar və ya hər kəsə elan edə bilməyəcəkləri gizli münasibətlər gündəmə gələ bilər. Ola bilsin ki, daxilinizdə kiməsə qarşı böyük hisslər bəsləyirsiniz, amma bunu büruzə verməkdən qorxursunuz. Həmçinin keçmişdə qalan, bitdiyini düşündüyünüz köhnə sevgililər bu ay qəfil mesajlar və ya qarşılaşmalarla özlərini xatırlada bilərlər. Bu insanlara ikinci şans verməzdən əvvəl daxili səsinizə qulaq asın, həqiqətənmi dəyişiblər, yoxsa sadəcə darıxdıqları üçün qayıdıblar? Münasibəti olan şirlər üçün isə bu ay bir növ təmizlik və fədakarlıq dövrüdür. Partnyorunuzun sizdən gizlətdiyi bəzi mövzular üzə çıxa bilər və ya əksinə, siz öz daxili qorxularınızı onunla bölüşmək məcburiyyətində qala bilərsiniz. Münasibətdə eqonu, mən həmişə haqlıyam düşüncəsini bir kənara qoyub, empatiya qurmağı bacarsanız, ayın sonuna doğru aranızdakı bağ inanılmaz dərəcədə güclənəcək. İyulun son günləri partnyorunuzla birlikdə unudulmaz, lüks və romantik bir yay tətili planlaşdırmaq üçün mükəmməldir. İş həyatında iyul ayı tam mənası ilə strateji planlaşdırma ayıdır. Yaratmaq istədiyiniz yeni layihələr, başlamaq istədiyiniz biznes ideyaları varsa, bunları iyulun 23-nə qədər heç kimlə bölüşməməyiniz məsləhətdir.
Rəqiblərinizin və ya iş yerində sizə paxıllıq edən insanların gözü üzərinizdə ola bilər. Sakitcə, dərindən və mükəmməl şəkildə hazırlıqlarınızı görün. Yaradıcı işlərlə, sənətlə, yazı pozu ilə və ya araşdırma ilə məşğul olan şirlər üçün ayın ilk yarısı inanılmaz dərəcədə məhsuldar keçəcək. Tənhalıqda tapacağınız o ilham sizə şah əsərlər yaratmağa kömək edə bilər. Ayın son 10 günlüyü isə sizin rəsmi olaraq səhnəyə qayıdışınızdır. Günəşin sizin bürcünüzə keçməsi ilə bərabər iş yerində liderlik mövqeyiniz tam bərpa olunacaq. Təqdimatlarınız, irəli sürdüyünüz təkliflər rəhbərlik tərəfindən böyük coşqu ilə qarşılanacaq. Əgər yeni bir işə başlamaq, vəzifə dəyişikliyi istəmək və ya özünüzü sübut etmək niyyətiniz varsa, iyulun son günlərinin o parlaq enerjisindən maksimum istifadə edin. Uğur qaçılmaz olacaq. Maliyyə baxımından iyul ayı sizi biraz ehtiyatlı olmağa çağırır. Xüsusilə ayın ortalarına doğru gözlənilməz xərclər, tibbi xərclər və ya keçmişdən qalan unudulmuş vergi, sığorta, cərimə kimi ödənişlər büdcənizi biraz gərə bilər. Şir bürcünün o əlyaçıq və lüksü sevən tərəfi bu ay biraz təzyiq altında olacaq. Dostlarınıza, əyləncələrə və ya dəbdəbəli əşyalara pul xərcləməzdən əvvəl 2 dəfə düşünün. Yaxşı xəbər budur ki, ayın sonuna doğru maddi vəziyyətiniz sürətlə düzəlməyə başlayacaq. Yeni layihələrin gətirəcəyi qazanclar və ya gözləmədiyiniz bir fonddan gələcək dəstək əlinizi rahatladacaq. İnvestisiya mövzusunda isə bu ay riskli addımlardan, qumar xarakterli birjalardan qətiyyən uzaq durmalısınız. Əgər böyük bir alış-veriş, məsələn, maşın və ya bahalı elektronika planlaşdırırsınızsa, bunu iyulun son həftəsinə saxlamağınız maddi olaraq daha uğurlu sövdələşmələr etməyinizə şərait yaradacaq. İyul ayında sağlamlıq sahəsində ən çox diqqət yetirməli olduğunuz məqam psixoloji və mental vəziyyətinizdir. Çünki daxili dünyanızda baş verən o sıx analizlər və gələcək qayğıları sinir sisteminizi və yuxu rejiminizi poza bilər. Yuxusuzluq bu ay sizin ən böyük probleminizə çevrilə bilər ki, bu da bədən müqavimətinizin düşməsinə səbəb olar. Meditasiya etmək, yatmazdan əvvəl zehni sakitləşdirən kitablar oxumaq və ya rəqəmsal dünyadan tamamilə uzaqlaşmaq sizə çox yaxşı təsir edəcək. Fiziki olaraq connects, ürək və damar sisteminizə, eləcə də onurğa nahiyənizə diqqət yetirməlisiniz. Yay istilərində ağır idman hərəkətləri etməkdən qaçın, ürəyinizi həddindən artıq yükləməyin. Gün ərzində bol maye qəbul edin və qan təzyiqinizi nəzarətdə saxlayın. Ayın sonuna doğru günəş bürcünüzə keçəndə sanki sehirli bir toxunuşla bütün yorğunluğunuz yox olacaq və daxili ateşiniz yenidən alovlanacaq. Qız. İyul 2026-cı il qız bürcləri üçün tam mənası ilə bir vizyon, gələcək planlaması və sosial çevrəni yeniləmə dövrüdür. Son zamanlarda özünüzü çox çalışmış, detallar arasında boğulmuş və bəlkə də əməyinizin qarşılığını tam ala bilməmiş kimi hiss edirdinizsə, iyul ayı sizə dərin bir nəfəs aldıracaq. Bu ay planetlərin düzülüşü sizin böyük ideallarınızı, dostluq əlaqələrinizi və cəmiyyət daxilindəki mövqeyinizi işıqlandırır. Həyatınızdakı artıq yük olan, sizə yuxarıdan baxan və ya enerjinizi soran insanları təmizləmək və özünüzə yeni, vizyoner bir yol çizmək üçün mükəmməl bir zamandır. Gəlin bu analitik və məhsuldar ayın detallarına birlikdə nəzər salaq. İyul ayında qız bürclərinin sevgi həyatı biraz sosial fəaliyyətlərin içində formalaşacaq. Əgər subaysınızsa, bu ay qatıldığınız bir seminar, dərnək, xeyriyyə tədbiri və ya dost məclisində ağlınızı başınızdan alacaq biri ilə qarşılaşa bilərsiniz. Bu münasibətin ən gözəl tərəfi olacaq ki, qarşı tərəflə əvvəlcə çox güclü bir dostluq və intellektual bağ quracaqsınız. Həyat fəlsəfənizin, gələcək hədəflərinizin üst-üstə düşdüyünü görmək sizə axtardığınız o təhlükəsizlik və güvən hissini bəxş edəcək. Köhnə dostlarınızdan birinin sizə fərqli bir gözlə baxmağa başladığını da hiss edə bilərsiniz. Hisslərinizi gizlətməyin və bu şansı dəyərləndirin. Münasibəti və ya evliliyi olan qızlar üçün isə iyul ayı bir növ ortaq xəyalları reallaşdırmaq dövrüdür. Partnyorunuzla birlikdə gələcəyə dair böyük layihələr planlaşdıra, ev və ya torpaq almaq kimi mövzuları müzakirə edə bilərsiniz. Lakin qız bürcünün o məşhur tənqidçi və hər şeydə qüsur axtaran tərəfi bu ay partnyorunuzu biraz yora bilər. Onun etdiyi xırda səhvləri böyütmək, mükəmməllik tələb etmək əvəzinə münasibətin böyük rəsminə və aranızdakı sevginin səmimiyyətinə fokuslanmağa çalışın. Birlikdə keçirəcəyiniz qrup tətilləri və ya dostlarla olan əyləncələr münasibətinizə yeni bir nəfəs gətirəcək. İş həyatınızda iyul ayı sizin təşkilatçılıq və idarə etmə bacarıqlarınızın pik həddə çatacağı bir dövrdür. İş yerində iri miqyaslı layihələrin başında dayana bilər, böyük komandaları idarə etmək məsuliyyətini üzərinizə götürə bilərsiniz. Detalları görmək və sistemi qüsursuz qurmaq qabiliyyətiniz sayəsində rəhbərliyin rəğbətini qazanacaqsınız.
Xüsusilə də rəqəmsal marketinq, sosial layihələr və ya böyük korporasiyalar ilə işləyən qız bürcləri üçün bu ay böyük sıçrayışlar və müqavilələr vəd edir. Yeni insanlarla tanış olmaq, networking bu ay sizə gözləmədiyiniz qapılar açacaq. Gələcək planlarınız üçün nüfuzlu və sizə sponsorluq edə biləcək insanlarla yollarınız kəsişə bilər. Əgər öz biznesinizi qurmaq və ya işinizi onlayn platformaya daşımaq istəyirsinizsə, iyulun ortaları bunun üçün ən ideal vaxtdır. Diqqət yetirməli olduğunuz yeganə məsələ, hər şeyi tək başına etməyə çalışıb özünüzü həddindən artıq tükətməməkdir. İşləri bölüşdürməyi və ətrafınızdakı insanlara güvənməyi sınaqdan keçirin. Maliyyə baxımından iyul ayı qız bürcləri üçün gəlirlərin artacağı, xüsusilə keçmişdə çəkilən əziyyətlərin maddi bəhrəsinin alınacağı bir aydır. Ortaq layihələrdən, komanda işlərindən və ya freelans fəaliyyətlərinizdən büdcənizə gözəl pullar daxil ola bilər. Həmçinin uzun zamandır gözlədiyiniz bir mükafat, bonus və ya köhnə bir borcun qaytarılması iyul ayında reallaşa bilər. Xərclər baxımından bu ay daha çox gələcəyə sərmayə xarakterli addımlara meyilli olacaqsınız. Texnoloji alətlərin yenilənməsi, peşəkar təlimlər və ya uzun müddətli investisiyalar üçün pul xərcləmək ağlabatandır. Lüks və keçici həvəslər üçün xərcləməkdən onsuz da təbiətən uzaq olduğunuz üçün büdcənizi asanlıqla idarə edə biləcəksiniz. Yalnız bir məqama diqqət edin, dostlarınıza böyük məbləğdə borc verməkdən qaçın, çünki bu ay maliyyə məsələləri səbəbindən yaxın çevrənizlə aranızda incikliklər yarana bilər. Sağlamlıq sahəsində iyul ayında xüsusilə həzm sisteminizə və bağırsaq sağlamlığınıza diqqət yetirməlisiniz. Qız bürclərinin daxili gərginliyi və stressi birbaşa mədə-bağırsaq traktına təsir edir. Yay aylarının gətirdiyi qidalanma dəyişiklikləri, soyuq içkilər və ya gigiyenik baxımdan tam əmin olmadığınız məkanlarda yemək yemək həssaslığınızı artıra bilər. Lifli qidalara üstünlük vermək və bol su içmək bu ay sizin qızıl qaydanız olmalıdır. Mental olaraq zehninizi gələcək qayğıları ilə yükləməkdən əl çəkməlisiniz. Hər şeyi nəzarətdə saxlaya bilməzsiniz və kainatın axınına güvənməyi öyrənməlisiniz. Açıq havada, meşəlik və ya dəniz kənarında edilən sakit yürüşlər, meditasiya və ya bədəni yormayan yüngül idman növləri daxili dincliyinizi bərpa etməyə kömək edəcək. Yuxu rejiminizə də xüsusi önəm verin, çünki güclü sinir sistemi sizin fiziki sağlamlığınızın əsas təməlidir. Tərəzi. İyul 2026-cı il tərəzi bürcləri üçün tam mənası ilə zirvəyə doğru irəliləmək, cəmiyyət arasındakı mövqeyi möhkəmlətmək və karyerada böyük qərarlar vermək dövrüdür. Bu ay planetlərin enerjisi sizin statusunuzu, peşəkar uğurlarınızı və gələcək hədəflərinizi işıqlandırır. Həyatınızın idarəsini tam olaraq əlinizə almalı və o məşhur, qərarsız tərəzi profilindən çıxaraq cəsarətli addımlar atmalısınız. İyul ayı sizə təbii diplomatik istedadınızı nümayiş etdirmək və həm işdə, həm də şəxsi həyatda mühüm balanslar qurmaq üçün əla fürsətlər verəcək. Gəlin, iyul ayının gətirəcəyi bu güclü təsirləri fərqli sahələr üzrə detallı şəkildə təhlil edək. İyul ayında tərəzi bürclərinin sevgi həyatı biraz ciddiyyət və gələcək yönümlü qərarlarla əhatə olunacaq. Əgər uzun müddətli bir münasibətiniz varsa, artıq biz hara gedirik sualı gündəmə gələ bilər. Münasibətin rəsmiləşməsi, nişan, evlilik və ya ailələrin tanış olması kimi mövzular bu ayın əsas prioritetinə çevriləcək. Tərəfdaşınızla münasibətdə hər iki tərəfin məsuliyyətləri bərabər bölüşməsi önəmlidir. Ego toqquşmalarından qaçmaq və hissləri səmimi şəkildə ifadə etmək aranızdakı bağı daha da yetkinləşdirəcək. Subay tərəzi bürcləri üçün isə bu ay tamamilə fərqli bir mühitdə, xüsusilə işgüzar görüşlərdə, rəsmi tədbirlərdə və ya karyera mühitində yeni bir tanışlıq baş verə bilər. Həyatınıza daxil olmaq istəyən insan statusu, ciddiyyəti və həyata baxışı ilə sizdən yaşca böyük və ya təcrübəli ola bilər. Bu insan sizə təkcə sevgi deyil, həm də həyat yollarınızda böyük bir bələdçilik bəxş edə bilər. Keçmişin gətirdiyi qərarsızlıqları və görəsən yeni eyni şeyləri yaşayaram qorxusunu bir kənara qoyub, bu ciddi addıma şans verməlisiniz. Karyera sahəsində iyul ayı sizin il boyu gözlədiyiniz o parlaq və həlledici aydır. İş yerində bütün gözlər sizin üzərinizdə olacaq. Rəhbərlik və nüfuzlu şəxslər sizin idarəçilik bacarığınızı, böhran anlarında göstərdiyiniz soyuqqanlılığı və ədalətli yanaşmanızı təqdir edəcəklər. Əgər vəzifədə yüksəlmək, yeni bir layihənin rəhbəri olmaq və ya tamamilə fərqli, daha nüfuzlu bir şirkətə keçmək planınız varsa, iyulun ilk 20 günü bunun üçün ən ideal vaxtdır. Öz işini quran və ya freelans fəaliyyət göstərən tərəzilər üçün də bu ay böyük dövlət layihələri, rəsmi qurumlarla müqavilələr və ya brendləşmə yolunda atılan addımlar uğur gətirəcək. Lakin bu yüksək temp və gözləntilər üzərinizdə böyük bir təzyiq yarada bilər. Hər kəsi məmnun etməyə çalışmaq, hər bir detala tək başına qaçmaq sizi yora bilər.
Liderlik xüsusiyyətlərinizdən istifadə edərək işləri düzgün bölüşdürməyi və səlahiyyətləri ötürməyi öyrənməlisiniz. Maliyyə baxımından iyul ayı tərəzi bürcləri üçün gəlirlərin artacağı, lakin bununla bərabər məsuliyyətlərin də çoxalacağı bir dövrdür. Karyeranızdakı yüksəliş, maaş artımı və ya uğurlu müqavilələr sayəsində büdcəniz gözə çarpan dərəcədə rahatlayacaq. Gözlənilməz mükafatlar və ya keçmiş layihələrin qazancları da bu ay əlinizə keçə bilər. Xərclər mövzusunda isə bu ay daha çox statusunuzu qorumaq, xarici görünüşünüzə peşəkar investisiyalar etmək, məsələn, iş qarderobunun yenilənməsi, vacib təlimlər və ya ailənizin böyük ehtiyaclarını qarşılamaq istiqamətində olacaq. Tərəzi bürcünün estetikaya və gözəlliyə olan sevgisi bəzən lüks xərclərə yol aça bilər, lakin bu ay daxili mühasibinizi aktiv saxlamalısınız. Uzun müddətli investisiyalar, daşınmaz əmlak və ya gələcək biznes planları üçün kapital yığmaq bu ayın ən ağıllı maliyyə strategiyasıdır. Riskli maliyyə bazarlarından və təhlil olunmamış investisiya təkliflərindən uzaq durun. Bu ay fiziki enerjiniz və dözümlülüyünüz kifayət qədər yaxşı olacaq, lakin yüksək iş qrafiki bədəninizi müəyyən sınaqlara çəkə bilər. Xüsusilə oturaq iş rejimindəsinizsə, onurğa, bel və çiyin nahiyələrində yaranan gərginliklərə və ağrılara diqqət yetirməlisiniz. Duruşunuza diqqət edin, ergonomik oturacaqlardan istifadə edin və gün ərzində xırda dartınma məşqləri etməyi unutmayın. Mental olaraq üzərinizdəki məsuliyyət hissi sizdə stres yarada bilər. İş həyatı ilə şəxsi həyat arasındakı balansı qorumaq sağlamlığınız üçün çox vacibdir. İşdəki problemləri evə, evdəki emosional mövzuları isə işə daşımamağa çalışın. Axşam saatlarında təmiz havada qısa yürüyüşlər etmək, masaj prosedurları və ya zehninizi sakitləşdirən musiqilər dinləmək daxili batareyanızı doldurmaq üçün ən gözəl vasitə olacaq. Maye qəbuluna və böyrək sağlamlığınıza da yay istilərində xüsusi önəm verməlisiniz. Əqrəb. İyul 2026-cı il Əqrəb bürcləri üçün tam mənası ilə üfüqləri genişləndirmək, daxili sərhədləri aşmaq və həyata daha böyük bir pəncərədən baxmaq dövrüdür. Son zamanlar özünüzü müəyyən qəliblərə sıxışdırılmış, eyni rutinlərin içində fırlanan və ya emosional olaraq strateji gizlilik daxilində yorulmuş hiss edirdinizsə, bu ay kainat sizdən biraz risk etməyi və irəli atılmağı xahiş edir. Planetlərin enerjisi sizin dünya görüşünüzü, xarici əlaqələrinizi, təhsil və inkişaf sahələrinizi canlandırır. Güclü intuisiyanız və daxili dəyişiklik gücünüz sayəsində iyul ayında həyat fəlsəfənizi kökündən yeniləyəcək təcrübələr yaşayacaqsınız. Gəlin bu transformasiya və kəşf ayının gətirəcəyi təsirləri sahələr üzrə ətraflı təhlil edək. İyul ayında Əqrəb bürclərinin sevgi həyatı biraz vizyon və kəşf duyğusu ilə idarə olunacaq. Əgər subaysınızsa, bu ay fərqli şəhərdən, fərqli mədəniyyətdən və ya hətta xarici ölkədən olan birinə qarşı güclü hisslər bəsləyə bilərsiniz. Səyahətlər zamanı onlayn platformalarda və ya akademik mühitdə tanış olacağınız bir insan sizə tamamilə fərqli bir dünyanın qapılarını aça bilər. Münasibətdə sadəcə fiziki və ya emosional bağlılıq deyil, həm də dünya görüşü ortaqlığı axtaracaqsınız. Qarşı tərəflə birlikdə həyatı kəşf etmək, fəlsəfi mövzularda dərin söhbətlər aparmaq sizə inanılmaz bir zövq verəcək. Münasibəti və ya evliliyi olan əqrəblər üçün isə bu ay monotonluqdan qurtulmaq vaxtıdır. Partnyorunuzla birlikdə uzun müddətdir planlaşdırdığınız, bəlkə də tamamilə fərqli bir ölkəyə və ya şəhərə yay tətili təşkil etmək aranızdakı ehtirası və sevgini yenidən alovlandıracaq. Diqqət etməli olduğunuz yeganə məqam, Əqrəbin o məşhur qısqanclıq və idarə etmə, kontrol etmə istəyidir. Partnyorunuza öz şəxsi sahəsini tanıyın, hər hərəkətin arxasında gizli bir mənə axtarmaq vərdişindən bu ay uzaq durun. Güvən nümayiş etdirmək münasibətinizi daha da ucaldacaq. Karyera sahəsində iyul ayı sizin üçün böyük qapıların açıldığı bir dövrdür. Xüsusilə xarici tərəfdaşlarla işləyən, idxal-ixrac, turizm, media, hüquq və ya təhsil sektorunda fəaliyyət göstərən Əqrəb bürcləri üçün bu ay inanılmaz uğurlu və məhsuldar keçəcək. Yeni və geniş miqyaslı müqavilələr imzalaya, layihələrinizi daha böyük kütlələrə çatdıra bilərsiniz. Əgər akademik fəaliyyətlə məşğulsunuzsa və ya peşəkar bir təlimə başlamaq istəyirsinizsə, iyulun ilk yarısı zehni konsentrasiyanız üçün çox münbitdir. İş yerində uzaq görənliyiniz və strateji zəkanız sayəsində rəhbərliyin tam etimadını qazanacaqsınız. Uzun zamandır davam edən və ya həllini tapmayan bəzi hüquqi məsələlər, məhkəmə işləri və ya rəsmi sənədləşmələr bu ay sizin xeyrinizə nəticələnə bilər. Lakin işlərinizi idarə edərkən bəzi qaydalara və qanunlara xüsusi diqqət yetirin, kiçik bir diqqətsizlik sonradan sənədləşmə işlərində ləngimələrə yol açmasın. Öz ideyalarınıza güvənin və onları cəsarətlə müdafiə edin. Maliyyə baxımından iyul ayı Əqrəb bürcləri üçün uzun müddətli perspektivləri düşünmək dövrüdür.
Gəlirlərinizdə hər hansı bir azalma yoxdur. Əksinə, uzaq perspektivli layihələrdən və ya onlayn işlərinizdən gözəl qazanclar əldə edə bilərsiniz. Bu ay pulunuzu sadəcə xərcləmək deyil, onu necə çoxalda biləcəyiniz barədə ciddi analizlər aparacaqsınız. Xərclər mövzusunda bu ay ən böyük payı səyahətlər, xarici dil və ya peşəkar inkişaf kursları, eləcə də viza, pasport kimi rəsmi sənəd xərcləri tuta bilər. Bu növ xərcləri bir itki deyil, öz gələcəyinizə etdiyiniz dəyərli bir sərmayə kimi görməlisiniz. İnvestisiya etmək niyyətindəsinizsə, qısa müddətli və anlıq dalğalanmalardan uzaq durub, beynəlxalq bazarlara və ya uzun müddətli fondlara yönəlmək maliyyə təhlükəsizliyinizi təmin edəcək. Kiməsə borc verərkən və ya ortaq bir işə girərkən bütün şərtləri hüquqi olaraq rəsmiləşdirməyi unutmayın. Bu ay fiziki enerjiniz ümumilikdə yaxşı səviyyədə olacaq. Lakin əqrəb bürcləri daxili emosiyalarını çox dərində yaşadıkları üçün bu, bəzən bədəndə toksinlərin yığılmasına və ya immun sisteminin qəfil zəifləməsinə səbəb ola bilər. İyul ayında bədəninizi toksinlərdən təmizləmək, yəni detoks proqramları tətbiq etmək, ağır və işlənmiş qidalardan uzaq durmaq sizə çox böyük gümrahlıq gətirəcək. Mental olaraq zehninizi gərəksiz şübhələrdən və hər kəs mənə qarşıdır tipli neqativ düşüncə qəliblərindən təmizləməlisiniz. Ruhunuzu dinləndirmək üçün meditasiya, nəfəs məşqləri və ya psixoloji kitablar oxumaq olduqca faydalıdır. Yay istilərini nəzərə alaraq xüsusilə ayaq və oynaq nahiyələrinizə, eləcə də qan dövranınıza diqqət yetirin. Gün ərzində qəbul etdiyiniz təmiz suyun miqdarını mütləq artırın. Su sizin həm fiziki, həm də energetik olaraq təmizlənməyinizə kömək edəcək. Oxatan. İyul 2026-cı il oxatan bürcləri üçün tam mənası ilə bir transformasiya, daxili gücü kəşf etmək və ortaq maddi resursları yenidən formalaşdırmaq dövrüdür. Təbiətən azadlığı, səyahətləri və həyatın görünən, əyləncəli tərəflərini sevirsiniz. Lakin bu ay planetlərin enerjisi sizi biraz daha dərinə, həyatın görünməyən tərəflərinə, sirlərə və daxili qorxularınızla üzləşməyə doğru çəkir. Bu, qorxulu bir dövr deyil, əksinə üzərinizdə yük olan zərərli vərdişlərdən, borclardan və ya toksik bağlardan qurtulmaq üçün kainatın sizə verdiyi ən böyük şansdır. Gəlin bu daxili və xarici yenilənmə ayının detallarını fərqli sahələr üzrə təhlil edək. İyul ayında oxatan bürclərinin sevgi həyatı olduqca alovlu, ehtiraslı, lakin bir o qədər də dramatik keçə bilər. Münasibətinizdə artıq səthi mövzulardan uzaqlaşıb, tam səmimiyyət və dərin bağlılıq axtaracaqsınız. Əgər oturuşmuş bir münasibətiniz və ya evliliyiniz varsa, bu ay partnyorunuzla aranızda gizli heç bir şeyin qalmasını istəməyəcəksiniz. Bu, bəzən qısqanclıq böhranlarına və ya qarşı tərəfi tamamilə idarə etmək istəyinə yol aça bilər. Münasibətdə basqın tərəf olmağa çalışmaq əvəzinə zəifliklərinizi və qorxularınızı partnyorunuzla səmimi şəkildə bölüşsəniz, aranızdakı bağ sarsılmaz bir qalaya çevriləcək. Subay oxatanlar üçün isə bu ay maqnit cazibəsinin çox yüksək olduğu bir dövrdür. İlk baxışdan sizdə böyük bir maraq və gizli bir çəkim yaradan biri ilə qarşılaşa bilərsiniz. Bu münasibət adi flörtlərdən fərqli olaraq ruhunuzun ən dərin nöqtələrinə toxunacaq. Lakin diqqətli olun, iyul ayında oxatan bürcləri sirli və biraz təhlükəli görünən insanlara meyilli ola bilərlər. Münasibətə tam körkörənə dalmazdan əvvəl qarşı tərəfin həyatını və niyyətini yaxşı analiz etdiyinizdən əmin olun. Karyera sahəsində iyul ayı sizin üçün biraz səhnə arxasında işləmək dövrüdür. Layihələrinizi, planlarınızı tam hazır etmədən hamıya elan etmək üçün yaxşı bir vaxt deyil. İş yerində rəhbərliklə və ya mühüm tərəfdaşlarla gizli, strateji danışıqlar apara bilərsiniz. Bu ay böhranları idarə etmək bacarığınız sınanacaq. Şirkətdə və ya iş mühitində baş verən qəfil dəyişikliklərə sürətlə adaptasiya olub, vəziyyəti öz xeyrinizə çevirə biləcəksiniz. Əgər ortaq tərəfdaşlıqla idarə olunan bir biznesiniz varsa, bu ay müqavilə şərtlərini yeniləmək və ya vəzifə bölgüsünü yenidən aparmaq lazım gələ bilər. Müəllif hüquqları, investisiya payları və ya ortaq fondların idarə edilməsi sahəsində hüquqi olaraq əlinizi gücləndirəcək addımlar atmalısınız. Rəqiblərinizin gizli planlarını intuisiyanız sayəsində öncədən hiss edib qabaqlayıcı tədbirlər görmək bu ay sizin ən böyük peşəkar uğurunuz olacaq. Maliyyə mövzuları iyul ayında həyatınızın mərkəzində dayanacaq. Bu ay sizin şəxsi qazanclarınızdan daha çox başqalarından gələn pullar, yəni bank kreditləri, vergilər, sığorta ödənişləri, miras məsələləri və ya həyat yoldaşınızın, tərəfdaşınızın maddi vəziyyəti ön plana çıxacaq. Əgər uzun zamandır bağlaya bilmədiyiniz borclarınız və ya kreditləriniz varsa, iyul ayı bu məsələləri kökündən həll etmək, büdcəni tamamilə yenidən strukturlaşdırmaq üçün mükəmməldir. Gözlənilməz yerlərdən, bəlkə də keçmiş bir yatırımdan, sığorta kompensasiyasından və ya ailə daxili bir pay bölgüsündən əlinizə toplu bir pul keçə bilər.
Lakin bu ay pul gələn kimi dərhal riskli və böyük xərclərə qaçmamalısınız. Xüsusilə qumar xarakterli birja yatırımları və ya tam arxasını araşdırmadığınız biznes təkliflərinə pul yatırmaqdan uzaq durun. Maliyyə təhlükəsizliyinizi təmin etmək üçün yığım rejiminə keçmək bu ayın ən doğru strategiyasıdır. Sağlamlıq sahəsində iyul ayı sizin üçün tam bir yenilənmə regenerasiya dövrüdür. Bədəniniz bu ay özünü bərpa etməyə çox meyillidir. Əgər uzun zamandır təxirə saldığınız bir müayinə, kiçik cərrahiyyə əməliyyatı və ya diş müalicəsi varsa, bu ay bunları etmək üçün çox uyğundur. Lakin daxili gərginlik və stres bu ay bədəninizdə gizli xəstəlikləri tətikləyə bilər. Xüsusilə hormonal sisteminizə və reproduktiv orqanların sağlamlığına diqqət yetirməlisiniz. Mental olaraq iyul ayı oxatanların zehni bir detoks etməsini tələb edir. Keçmişdən gələn, sizə artıq heç bir faydası olmayan inciklikləri, peşmanlıqları və negativ düşüncələri ürəyinizdən söküb atmalısınız. Psixoloji dəstək almaq, daxili dünyanızı kəşf edəcək dərindən araşdırmalar aparmaq ruhunuza çox yaxşı təsir edəcək. Yay istilərini nəzərə alaraq, bədənin sulduz balansını qoruyun və zərərli vərdişlərdən tamamilə uzaqlaşmaq üçün iyul ayının bu güclü transformasiya enerjisindən istifadə edin. Oğlaq. İyul 2026-cı il Oğlaq bürcləri üçün tam mənası ilə qarşı tərəf, yəni ikili münasibətlər, tərəfdaşlıqlar və güzgüdə özünü görmə dövrüdür. Həyatı həmişə tək başına çiyinlərində daşımağa adət etmiş, hər şeyi nəzarətdə saxlamaq istəyən o məsuliyyətli Oğlaq profilini bu ay fərqli bir təcrübə gözləyir. Kainat sizdən mən deməyi bir kənara qoyub, biz olmağın düsturunu tapmağınızı xahiş edir. Həyatınızdakı insanların, istər həyat yoldaşınız, istər sevgiliniz, istərsə də iş tərəfdaşınız olsun, sizin hərəkətlərinizə verdiyi reaksiyalar əslində öz daxili dünyanızın bir əksidir. Gəlin bu balans və ortaq addımlar ayının gətirəcəyi təsirləri sahələr üzrə ətraflı şəkildə təhlil edək. İyul ayında Oğlaq bürclərinin sevgi həyatı birbaşa diqqət mərkəzindədir. Əgər uzun müddətli bir münasibətiniz və ya evliliyiniz varsa, bu ay münasibətin gələcəyini müəyyən edəcək çox mühüm söhbətlər aparıla bilər. Oğlaqların bəzən soyuq, emosiyalarını gizlədən və iş yönümlü tərəfi partnyorunda mənə dəyər verilmir hissi yarada bilər. Bu ay qarşı tərəf sizdən daha çox diqqət, səmimiyyət və emosional dəstək gözləyəcək. Divarlarınızı biraz aşağı salmaq, hisslərinizi açıq şəkildə ifadə etmək aranızdakı bağları möhkəmləndirəcək. Bir çox Oğlaq bürcü üçün bu ay evlilik təklifi, nişan və ya eyni evə köçmək kimi ciddi rəsmiləşmə addımları gündəmə gələcək. Subay Oğlaqlar üçün isə iyul ayı olduqca kadr arxasından çıxan bir dövrdür. Çünki həyatınıza daxil olacaq insan keçici bir həvəs olmayacaq. O, tamamilə oturuşmuş, məsuliyyətli və bəlkə də həyata baxış bucağı sizinlə üst-üstə düşən biri olacaq. Bu insanla tanışlıq işgüzar bir mühitdə, hüquqi bir məsələnin həlli zamanı və ya ciddi bir sosial layihədə baş verə bilər. Qəlbinizin qapılarını açmaqdan və inciməkdən qorxmayın, bu ay qurulan bağlar uzun müddətli təməllər üzərində yüksəlməyə çox meyillidir. İş həyatınızda iyul ayı tam mənası ilə tərəfdaşlıqlar və müqavilələr dövrüdür. Tək başına qaçmaq və hər işi öz üzərinə götürmək vərdişiniz bu ay işlərin axsaqlığına səbəb ola bilər. İş yerində kollegalarınızla ortaq məxrəcə gəlməyi, komanda işinə uyğunlaşmağı sınaqdan keçirməlisiniz. Əgər öz biznesiniz varsa, yeni ortaqlar tapmaq, investorlarla masaya oturmaq və ya mühüm müştərilərlə uzun müddətli müqavilələr imzalamaq üçün iyulun ilk 20 günü mükəmməl fürsətlər təqdim edir. Təbii idarəçilik və təşkilatçılıq qabiliyyətiniz bu ay rəqiblərinizin də diqqətini çəkəcək. Açıq rəqabətlərlə qarşılaşa bilərsiniz, lakin sizin soyuqqanlılığınız və qaydalara olan sadiqliyiniz sizi hər zaman qalib edəcək. Hüquqi məsələlərdə, məhkəmə və ya rəsmi sənədləşmə işlərində uzun zamandır gözlədiyiniz qərarlar bu ay sizin xeyrinizə nəticələnə bilər. Yeni iş təklifləri və ya əməkdaşlıqlar gələrsə, şərtləri öz xeyrinizə çevirmək üçün diplomatik istedadınızdan istifadə edin. Maliyyə baxımından iyul ayı Oğlaq bürclərindən ağıllı və balanslaşdırılmış bir siyasət yürütməyi tələb edir. Bu ay sizin fərdi gəlirlərinizdən daha çox, ortaq fəaliyyətlərdən, yəni həyat yoldaşınızın gəlirindən, biznes tərəfdaşınızla olan qazanclardan və ya müştərək layihələrdən gələn pullar büdcənizi rahatladacaq. Əgər bir müqavilə imzalayacaqsınızsa, gəlir payının ədalətli bölündüyündən əmin olun. Xərclər mövzusunda isə bu ay daha çox ikili münasibətlərə və ya rəsmi öhdəliklərə yönəlmiş ödənişlər ön plana çıxa bilər. Toy, nişan kimi vacib məclislər, partnyorunuzla birlikdə çıxacağınız yay tətili və ya hüquqi sənədləşmələr üçün müəyyən xərclər çıxa bilər. Oğlaq bürcü pulun dəyərini yaxşı bildiyi üçün bu xərclər daxili balansınızı pozmayacaq.
İnvestisiya etmək istəyirsinizsə, tək başına riskli addımlar atmaq əvəzinə təcrübəli mütəxəssislərlə məsləhətləşərək uzun müddətli və zəmanətli sahələrə yönəlmək maliyyə gələcəyinizi qoruyacaq. Sağlamlıq sahəsində iyul ayında Oğlaq bürclərinin bədənində ən həssas nöqtələr sümüklər, oynaqlar, dişlər və diz nahiyəsi olacaq. Yay aylarında idman edərkən və ya hərəkət edərkən bədəninizi həddindən artıq yükləməməyə, qəfil travmalardan qorunmağa xüsusi diqqət yetirin. Kalsium qəbuluna və sümük sağlamlığına önəm vermək, gün ərzində bədənin ehtiyac duyduğu vitamin balansını qorumaq bu ay çox vacibdir. Mental olaraq hər şeyi və hər kəsi idarə edə bilməyəcəyiniz reallığı ilə barışmalısınız. Başqalarının məsuliyyətini və yüklərini öz üzərinizə götürmək sizdə daxili bir yorğunluq və stres yaradır. Bu stres isə birbaşa dəri sağlamlığınıza təsir edə bilər, qəfil allergiyalar və ya dərinin quruması. Ruhunuzu dinləndirmək üçün partnyorunuzla və ya yaxın dostunuzla sakit, təbiət qoynunda keçiriləcək vaxtlar, dəniz havası qəbul etmək daxili batareyanızı tam doldurmaq üçün ən gözəl vasitə olacaq. Dolça. İyul 2026 il Dolça bürcləri üçün tam mənası ilə həyat ritmini nizamlamaq, gündəlik rutinləri yenidən qurmaq və fədakarlıqla çalışaraq bəhrəsini almaq dövrüdür. Təbiətən azadlığı, böyük ideyaları və gələcəyi düşünməyi sevirsiniz, lakin bu ay kainat sizdən biraz daha yerə enməyi, detallara fokuslanmağı və həyatınızın fiziki sahələrini nizama salmağı tələb edir. Planetlərin enerjisi sizin iş mühitinizi, gündəlik borclarınızı və ən əsası bədəninizə göstərdiyiniz qayğını işıqlandırır. Bu ay böyük və xaotik xəyalların arxasınca qaçmaq deyil, kiçik, amma ardıcıl addımlarla həyat keyfiyyətinizi artırmaq vaxtıdır. Gəlin bu nizam və əmək ayının gətirəcəyi təsirləri sahələr üzrə ətraflı şəkildə təhlil edək. İyul ayında Dolça bürclərinin sevgi həyatı böyük romantik dramlardan və ya uzaq xəyallardan daha çox, real və gündəlik qayğıların içində sınağa çəkiləcək. Əgər evliliyiniz və ya oturuşmuş bir münasibətiniz varsa, bu ay partnyorunuzla birlikdə məişət mövzularını həll etmək, ev işlərini bölüşmək və bir-birinizə gündəlik həyatın stresində dəstək olmaq ön plana çıxacaq. Dolçanın o bəzən emosional olaraq məsafəli və soyuq görünən tərəfi partnyorunuzda tənhalıq hissi yarada bilər. Ona kiçik sürprizlər etmək, gün ərzində necə olduğunu soruşmaq və sadəcə varlığınızla yanında olduğunuzu hiss etdirmək aranızdakı bağı inanılmaz dərəcədə isidəcək. Subay Dolça bürcləri üçün isə iyul ayı çox gözlənilməz, rutin bir mühitdə yeni tanışlıqlar vəd edir. Həyatınıza daxil olacaq insanla tamamilə adi bir gündə, məsələn, idman zalında, bir klinika növbəsində, ev heyvanınızı gəzdirərkən və ya gündəlik iş mühitində qarşılaşa bilərsiniz. Bu münasibət ilk baxışda ildırım sürətli bir ehtirasla başlamaya bilər, amma qarşı tərəfin sizə göstərdiyi real qayğı, kömək etmək istəyi və səmimiyyəti zamanla ürəyinizi fəth edəcək. Münasibəti tələsdirmədən dostluq təməli üzərində böyüməsinə icazə verin. İş həyatınızda iyul ayı tam mənası ilə bir arı kimi çalışmaq dövrüdür. İş qrafikiniz həddindən artıq sıx ola bilər, üzərinizə yeni öhdəliklər və tapşırıqlar qoyula bilər. Bu dövrdə Dolça bürclərinin analitik zəkası və böhran anlarında prinsipləri qorumaq bacarığı köməyə çatacaq. İş yerində layihələri təhvil verərkən detallara maksimum diqqət yetirin, çünki gözünüzdən qaçan kiçik bir səhv sonradan böyük işlərin ləngiməsinə səbəb ola bilər. Kollektiv daxilində və ya tabeliyinizdə olan insanlarla ünsiyyətdə tənqidçi və əmr edici ton istifadə etməməyə çalışın. Freelans işləyən və ya öz biznesi olan dolçalar üçün bu ay xidmət keyfiyyətini artırmaq və müştəri bazasını genişləndirmək üçün çox münbitdir. İşinizdə etdiyiniz kiçik metodoloji dəyişikliklər və ya iş axınını rəqəmsallaşdırmaq sizə böyük zaman qazandıracaq. İyulun ortalarına doğru yeni bir iş təklifi və ya mövcud işinizdə vəzifə artımı, yeni bir masaya keçid qaçılmaz ola bilər. Əməyinizin görünəcəyi və təqdir ediləcəyi bu aydan maksimum dərəcədə peşəkar fayda çıxarmağa baxın. Maliyyə baxımından iyul ayı Dolça bürclərindən ciddi bir nizam-intizam tələb edir. Böyük bir maliyyə böhranı görünmür, gəlir axınınız stabildir və hətta göstərdiyiniz əlavə səylər, üstün fəaliyyət sayəsində mükafat və ya bonuslar ala bilərsiniz. Lüks və plansız xərclərdən uzaq durmaq bu ayın əsas qızıl qaydasıdır. Xərcləriniz bu ay daha çox praktik ehtiyaclara yönələcək. Sağlamlıq müayinələri, bədən baxımı, ev heyvanlarının ehtiyacları və ya iş mühitinizi daha rahat etmək üçün alacağınız alətlər büdcənizdə əsas payı tuta bilər. Bu növ xərclər əslində lüzumsuz deyil, həyat keyfiyyətinizə edilən investisiyalardır. İnvestisiya mövzusunda isə bu ay tamamilə təhlükəsiz və risk dərəcəsi sıfıra yaxın olan sahələrə yönəlməlisiniz. Qulaqdan dolma məlumatlarla, kiminsə məsləhəti ilə sürətli qazanc vəd edən spekulyativ bazarlara pul yatırmaqdan qətiyyən uzaq durun. Sağlamlıq sahəsi iyul ayında həyatınızın ən vacib mövzusuna çevrilə bilər.
Yüksək iş tempi və daxili zehni gərginlik bədəninizin müqavimətini sala bilər. Xüsusilə immun sisteminizi güclü saxlamaq, vitamin-mineral balansına diqqət yetirmək bu ay şərtdir. Həzm sisteminiz və xüsusilə məməniz bu ay stressə qarşı çox həssas ola bilər. Yay istilərində ağır, yağlı qidalardan və tərkibi tam bilinməyən fast foodlardan uzaq durun. Fiziki olaraq connect, hərəkətliliyinizi artırmaq sizə çox yaxşı təsir edəcək. Səhər tezdən və ya axşamüstü edilən qısa müddətli qaçışlar, üzmək və ya bədəni dartan elastik məşqlər daxili enerjinizi yeniləyəcək. Mental olaraq isə zehninizi hər şeyi mən həll etməliyəm düşüncəsindən azad edin. Gün ərzində özünüzə kiçik fasilələr verin, musiqi dinləyin və ya sadəcə rəqəmsal cihazları söndürərək səssizlikdə dincəlin. Yuxu rejimini bərpa etmək bu ay sizin ən güclü müalicəniz olacaq. Balıqlar. İyul 2026-cı il balıqlar bürcləri üçün sanki boz buludların dağıldığı, həyatın rənglərinin yenidən canlandığı və ilham pərisinin geri qayıtdığı möhtəşəm bir dövrdür. Son aylarda özünüzü emosional olaraq yorulmuş, gələcək qayğıları içində boğulmuş və ya daxili dünyanıza qapanmış hiss edirdinizsə, iyul ayı sizə ruhsal bir azadlıq gətirir. Planetlərin bu ayki mövqeyi sizin sevgi, yaradıcılıq, şans və həyatdan zövq almaq sahələrinizi bərk vurdurur. İntuisiyanızın hər zamankından daha güclü olacağı bu yay ayında daxili uşağınızın səsini dinləmək və həyatın sizə təqdim etdiyi gözəlliklərə qucaq açmaq vaxtıdır. Gəlin bu parlaq və bərəkətli ayın detallarını fərqli sahələr üzrə təhlil edək. İyul ayında balıqlar bürclərinin sevgi həyatı tam mənası ilə nağılsı bir ab-havaya bürünür. Əgər subaysınızsa, bu ay sizin üçün ilin ən şanslı dövrüdür. Qatıldığınız bir əyləncədə, dəniz kənarında, sənət mühitində və ya tamamilə gözlənilməz bir yaradıcı məkanda ruh əksinizlə qarşılaşa bilərsiniz. Bu insanla aranızda elə ilk saniyələrdən etibarən dərin bir mənəvi bağ, sanki onu illərdir tanıyırmışsınız kimi bir doğmalıq hiss edəcəksiniz. Hisslərinizi gizlətməyin, kainatın bu hədiyyəsini qəbul edin və qəlbinizin qapılarını sevgiyə sonunadək açın. Münasibəti və ya evliliyi olan balıqlar üçün isə iyul ayı monotonluğu tamamilə geridə qoymaq dövrüdür. Partnyorunuzla aranızda uzun zamandır unudulmuş o ilk günlərin həyəcanı, romantikası və ehtirası yenidən alovlanacaq. Birlikdə yaradıcı hobbilərlə məşğul olmaq, dəniz kənarında baş-başa qalacağınız qısa müddətli tətillərə çıxmaq aranızdakı bağları daha da sarsılmaz edəcək. Diqqət etməli olduğunuz yeganə məqam, bəzən qarşı tərəfi həddindən artıq ideallaşdırmaq və real olmayan gözləntilərə qapılmaq meyilliyinizdir. Onun da bir insan olduğunu və xırda səhvlər edə biləcəyini qəbul etmək sizi sonradan yarana biləcək xırda məyusluqlardan qoruyacaq. Karyera sahəsində iyul ayı sizin orijinal ideyalarınızın və vizual zövqünüzün sınaqdan uğurla çıxacağı bir perioddur. Xüsusilə incəsənət, musiqi, yazı, dizayn, media, video istehsalı və ya rəqəmsal məzmun yaradıcılığı ilə məşğul olan balıqlar bürcləri üçün bu ay tam bir ulduzun parlama anıdır. İrəli sürəcəyiniz layihələr, hazırlayacağınız konseptlər ətrafınızdakı insanlar və rəhbərlik tərəfindən böyük heyranlıqla qarşılanacaq. İntuisiyanıza güvənin, o bazarda nəyin işləyəcəyini, insanların nəyi bəyənəcəyini bu ay hamıdan tez hiss edəcəksiniz. İş yerində müdiriyyətin və ya nüfuzlu şəxslərin diqqətini çəkmək, fərdi uğurlarınızla ön plana çıxmaq çox asan olacaq. Əgər hobbinizi real bir biznesə çevirmək və ya yaradıcı bir layihə üçün sponsor tapmaq istəyirsinizsə, iyulun ilk 20 günü danışıqlar aparmaq üçün mükəmməldir. Lakin balıqların o məşhur diqqət dağınıqlığı və xəyallara dalmaq tərəfi işlərin rəsmi sənədləşmə hissəsində sizə çətinlik yarada bilər. Praktik və texniki detalları gözdən qaçırmamaq üçün işlərinizi mütləq planlı şəkildə qeyd edin və tariflərə riayət edin. Maliyyə baxımından iyul ayı balıqlar bürclərinə sürpriz qazanclar gətirməyə çox meyillidir. Yaradıcı fəaliyyətlərinizdən, keçmişdə başladığınız və ya unutduğunuz bir layihədən gözlənilməz gəlirlər əldə edə bilərsiniz. Həmçinin bu ay bəxtinizin açıq olduğu bir dövrdür. Şans oyunlarından, müxtəlif müsabiqələrdən və ya hədiyyə şəklində maddi dəyərlər qarşınıza çıxa bilər. Pul axınınız kifayət qədər dinamik və bərəkətlidir. Xərclər mövzusunda isə bu ay daha çox əyləncəyə, estetikaya, dəniz tətilinə, geyimlərə və ya ruhunuzu bəsləyən hobbilərə pul xərcləməyə meyilli olacaqsınız. Özünüzü və sevdiyiniz insanları ərköyünləşdirmək üçün bu xərcləri etmək sizə daxili bir xoşbəxtlik verəcək, lakin yenə də emosional vəziyyətinizə qapılıb büdcənizi tamamilə sıfırlamamağa diqqət edin. İnvestisiya etmək niyyətiniz varsa, sənət əsərlərinə, yaradıcı və gələcəyi parlaq rəqəmsal layihələrə və ya dəyərli metallara yönəlmək uzun müddətli perspektivdə maliyyə təhlükəsizliyinizi qorumaq üçün daha ağlabatandır. Sağlamlıq sahəsində iyul ayında özünüzü hər zamankından daha gümrah, enerjili və həyat dolu hiss edəcəksiniz.
Ruhunuzdaki o pozitiv dəyişiklik fiziki bədəninizə də birbaşa təsir edəcək və uzun zamandır sizi narahat edən xroniki halsızlıq, yorğunluq hissi tamamilə yox olacaq. Yenə də bir su bürcü olaraq sizin üçün bu ay ən yaxşı dərman su olacaq. Tez-tez dəniz kənarına getmək, üzmək, su prosedurları qəbul etmək bədəninizdəki bütün negativ enerjini və toksinləri təmizləyəcək. Diqqət yetirməli olduğunuz yeganə məqam, yay istilərində qidalanma rejiminiz və allergiya riskləridir. Xüsusilə dəniz məhsulları qəbul edərkən onların təzəliyindən tam əmin olun, həmçinin günəş şüalarının birbaşa təsirindən, gün vurmadan qorunmaq üçün qoruyucu kremlərdən və eynəklərdən istifadə edin. Mental olaraq ruhunuzu incəsənətlə, musiqi ilə bəsləmək, axşam saatlarında təmiz havada sakit yürüyüşlər etmək sinir sisteminizi qorumaq və daxili hüzurunuzu daimi saxlamaq üçün ən gözəl profilaktikadır.